Sarxan hardan gəlib? Hara gedirik Sarxan qabağımıza çıxır ay balam. Nə Sarxan? Sarxan kim? Sarxan da o adam ol Sarxan var. Sarxan. Adam ol. Gitara çalıb oxuyan, aşağı Moskvadan. Yo, adam ol Sarxan var. Kino da çəkib adam ol, bir adam O ol. Moskvada Nəsibə teatrında nə bilim. Hara Nəsibə gedirsən kuklası elə o o şey. çıxır elə adamın qabağına. Çox sağ ol. Bir dəqiqə getmə görək. Nə deyir burada? Sarxan deyirəm. O gün hardan gəlirdin dedin Sarxanı gördüm yolda. O Sarxan, o nə bilim o zəhləm yedi sifətindən. Hara gedirsən elə bir şey çıxır adamın Amma qarşısına. özünü elə göstərir ki. Yox, belə şəxsiyyətsiz, belə zəhləm Həcə yedən. fikrət ver. 2 dəqiqə söhbətimizi eləyək də. O Sarxan gəlir. Salam aleyküm. Zəhləm gedir onu. Hoş geldin. Ha qardaş, xoş gəlmişik. Salam. Abi sən hardasan, sən Elə mən buralarda necə keyfiyyət alındı dedi. Sənin canın üçün yaman darıxmışıq sənin. Bayaqdan bir-birinə danışır. Elə bayaqdan sənin Biz də haqqında qabiliyyətsiniz. Biz də Çox sağ ol. qabiliyyətsiniz. Can. Çox sağ ol. Öpürəm səni. Can. Sonra deyirlər ki, yeşə xaladır. Yetoya gələ muskatlarla görüşmür. Xoş görmüşük sizi. Fikrətsən Necə danışır. sakın? Ay, yıxılmışdı bə. Salam aleyküm. Həcı danışır. Sazlartan oğlan. Duzsuzun biridir. Zırna. Qın ağara, yəni qoşan ağara. Qara bala, dümbərək vuran, nətər səqət, can. Can. Darıxma. Səbramat qaşqını. Bir-birini dalıca Zurna Zahid. Salam aleyküm. Allah arzına qürbət. Səbrabat Zahid. Salam qada qalım, nətər səqət, meytdir qorbon qortan. Sən canın üçün. Bayaqdan yolda gəlib, ay, salam, bu kimdir? Sən narahat olmaya, hara Göyçaydan gəlir, asfaltın üstə dayanmış deyilir. Bu hara getsən, Yox, bu kimdir? bu bizim aparıcı idi, da indi sən qardaşımız. Yox, təbii ki, ya, bu da bizim qardaşımız, atam qardaşım Yox, olsun. sən nə Nəfərlərdə olsun. Yox, Yox, nə bir də qalım, keyfə qalardı, sən qada qalam mən. Bayaq gördüm. Sevirəm də sən, sən canımsın. Çox sağ ol. Ay Sən Sərxan, canımsın, sevirəm, ürəyim gedir. sən gör nə Sən deyir. canımsın, hayca. Sən biz hamımız çox istəyir. Sən de görüm, sən toy sahibi gör, yoxsa sən bir də qulaq as da, qardaş Haykü Sarmı qoy, bir məsələni həll eləyək görən nə var Tez deyir. ödəgin toy başlamandan. Səni toy sahibi özü görüb, yoxsa səni toya salıblar. Qonaqlardan indi gələndə toya pul əvəzinə oxuyan salırlar, tamada salırlar. Yo, toy sahibi özü danışıb. Deyib 2000-ə siz danışıbdı, o ümumi 15 dəfə. 3500-də də mənim danışıblar. Nə satqın adamdır, sən nə? Hə, indi olan budur da, indi... Yəni sən bizim hamımızdan ağırsan da. Təbii ki, mən Sərxan Kəramoğlu hala Cavanşir Məmmədovra. Yəni, razı var, varmı, yoxmu? Bildirir də mən bilmişimi. Cəmaatın başını pambıqla kəsirlər. Yəni, ona görə də indi biləsən də, az da olsa razı var, sən öləsən. İndi bu 6 saat bizim talihimizi sən həll eləyirsən. Hə, ay sağ ol. Ay, bir stəkan çay verən yoxdur bu xarabada. Allah xoşbəxt eləməsin. Bir stəkan çay gətir də içək. Bax görürsən, bax belə ol günəni. Bax köpək ol gələn kimi hər şey. Ay, bir stəkan çay verin də oradan bu köpək çoxu burada qırılır. Ana Sərxan! Sərxan! Ay, tez ol gecikdik. Qarmonla qara lazımdır, gəlini gətirmək lazımdır, bəyi gətirmək lazımdır. Sən dur, qarmonla qaranı ver aparım. Qarğa? Yenə. Ay, sən burada nə gəzsən? Qardaşımın toydan, ha? Əbə deyirdi, mənim heç kimim yoxdur, təkər nəsildə kökdə. Yalandan elə deyirdin lan, bə o... Samir yoxdur mu, mənim qardaşımdır, onun toydur. Topal Samir? Hə. Ay, it uşaq it. Deməli, mənə kərək gəlmişsiniz. Deməli, mənə nömrə gəlmişsiniz deməli, hə? Siz şovaya gələndə nəsli köklü gəlmişsiniz ki, mənə nömrə gəlib evi udasınız. Dedi, heç olmasa birimiz udaraq toy sad eləyərik də, o da kirvənin bəxtinə düşdü. O da sizin kirvənizdir. Hə, o kar da bizim kirvədir də, Samirin kirvəsidir. Və gəlin kimdir? Gəlin də oradakı öz zəminlə yox idi modadan, ha? Aləm qatıldı. İnək? Hə, it oğlu it. Hərənizdən 3000 dollar pul almışdım, 7000 dollardan məndən əl çəkdiniz. Deməli, siz toydan ötürü mənim başıma bu oyunu çəkdiniz. Ben uşağı evləndirməliydik ya, yox. Sənin canım, sizin başınıza itin oyununu açmasa mən köpək oğluyam, yaxşı? Cavanşir, qarmonla qaranı göndər, geçsin bəylə gəldi qarşılasın. Ha, bura bax qardaş. Bunlar küçədə çalan muzikantlar deyil, sən səhv salmışsın. Göndər orada o hökumət binasının qarşısında, orada Dom Sovetdə bulvarda 15 Şirvana 3 nəfər çalan var. Elə hamısı cumacan üstündə. Mən bunlar akademiklər, bunları mən oraya göndərə biləm. Hamısı səviyyəli adamlar. Sabirabat sahili mən gəngətliyə göndərə bilmərəm. Elə şey mümkün deyil, elə şey mümkün dögür. İndi bir dəqiqə mən üzr istəyirəm. Cavanşir Bura bax, belə gel o soruşmaq qarğadır. Yox, heç nə demirəm. Ay, belə Gel o olmaz. tərəfə
profesyonel səviyyən yox. Neçə danışmısan toyu? 2000 dollar. Bayaq Yaxşı. soruşmusan da. Qarğa bura gəl. Axşam 1500 dollar verəsən. Başda 500-ün kəsirəm. 500-ü kəssən, buradan da qaçsan Dom Sovetin qabağına, oradan 3 dənə muskan çağırırsan, gəlir. Oldu. Tez bəyənə Qardaş qardaş. bir dəqiqə, sən dostum, qardaşımızsan, sənə qurban gedərsən, nə yoxdur. Zarafatsan, qanmırsan, sən elə salmısan elə. Olmadı ki, sən qardaşımızsan, dostumuzsan. Hə, zarafat Aynen bir edirsən. zarafat eləyəndə olmadı. Durun, durun. Kəsməyin pulu. Durun, gelin. Üzüyü kəsən kim gödətər Durun, gedin, düzəldi. gəlin, bacıyın, gətirin, bəli. Ay, sən... Gəlin, tez Ha, olun. biraz tez eləyin bəylə gəlin, Tez olun, üzüyün orada. gəlin qalıb Bir orada, dənə- bəy qalıb. Ay kişi, bir dənə gəlin gətirin, gör 500 dollar kəsin. Yaşı kəsmədim. Yox, pulu zarafat atın. eləyirdik. Sən Allah bax, xeyir qardaşım. versin, Allah xeyir versin. Sağ ol. Sağ ol. Ay, biraz tez eləyin, bax yoxdur, tez eləyin, bax Gəlin, yoxdur. tez olun. Get də. Dümbələk oğlu, dümbələk. Hə, getkidən bəylə gəldi qarşılay. Xeyr ola. Xeyr. Reklamı var deyənə, qriyaz dişlərə mənə soxur. Hə, Xeyrullahın toyudur, gedə də. Hə, get. Sənin reklamın vardı, sənin də gözlüğə girdi mənim reklamım. Elə bir qaynanamın kişi variantıdır. Axmağım bir axmaq. Səndən yoxdur. Gələn kimi işləri alt-üst edib düzəldirsən. Aləm vurursan bir-birinə. Bayaqdan dalıcan danışırdı. Deyirəm, utanmırsan, Zarafat qanmırsan nədə? Niyə zarafat Şaxana bakalım? çörək. Ha, Pyotr Pervinin cavanlığına oxşuysan. Mən nə bilim sən zarafat edirsən, o gerçək edirsən. Ay sağ ol, indi otur gidə mən toyu başlayayım. Mənə qulaq as, bəylə gəlin, gəlinə qədər mən toyu asılı şey edeyim. Qonaqlar da gəlib bir dənə şapka, bir dənə şapka. Salam hörmətiniz xeyir olsun, kəs! Salam hörmətiniz xeyir olsun, əziz və hörmətli qonaqlar, atalar, analar, bacılar, qardaşlar, hər birinizi xoş gördük. Siz bu günləri bizim bəyimizlə gəlinimizin bu toy gününə, bu şad gününə xoş gəlib səfa gətirmişsiniz. Mən çox şadam ki, siz bu günləri bizim bəyimiz... Adı neydi, ölmüşün? Samir. Deyəsən Topalıdır. Mən bayaq gördüm ki... Topal Samirlə inək zəmlərin toyuna xoş gəlib səfa gətirmişsiniz. Hər birinizi salam verirəm. Bu günləri həqiqətən də çox gözəl bir gün olacaq. Azərbaycan estradasının ulduzları, Azərbaycan Respublikasının əməkdar artistləri Cavanşir Məmmədov, Firuzə İbanova bu günləri toyu yola verəcəklər və eyni zamanda bizim ulduzlarımız gəlib 20 dəqiqə oxuyub hərəsi 1500 dollar alıb yəni toydan gedəcəklər. Və indi isə istərdim ki, toyumuz asıl şey deyək, Yola sən verirsən, biz oxuyacağıq. oxuyacaqsa oxu da, cəhənnəm oxu. İndi isə istərdim ki, asıl şey deyim, bir dənə duş! Duş! Azərbaycanlı toyu orada siftə olmayan. Mən istərdim ki, bəyimizin, yox, gəlinimizin ata əvəzi olan Arif qardaşım bu günləri Moskvadan gəlib özünün siftə payını versin. Ondan sonra toyumuzu asılış eləyək. Siftə sizdən, ya Allah, siftə sizdən, bərəkət Allahdan. Tezlərdən nə olub? Mən başa düşüm, Moskvadan gəndə Kaşlıq arvada verirlər. Bu dilənçilik işdə bu. Ay Allah. Gəlinimizin büyüsü Aygün Kazımova hazırlaşsın. Bu neydi də? Bax, Bəs dilənçi sizdə bir bu yavru sulu var, eləyirlər, manatdır. Bunu da ver. Ay sən, Ver, Allah bərəkət eləsin. Ay sən. Aygün Kazımova, canım gözüm, gəlinimizin büyüsü. Ağız verən əlləri qurban olum. Sərxan! Gəl sana əllərini də öpüm. Ay Sərxan! Sənin bu pul qazanan canına qurban olum. Gəlinin büyüsü alqışlarınız. Nə siyafır adamsan, biz toyda rüşvət götürməyik, nə tər adamsan. Ay, sən puldan tut canını da verir, kes ot yerində. Mən bu pulu musiqiçilərə verirəm. Buyurun. Yalansa sənin gözünün ikisi bir deşikdən tökülsün görüm elə. Və indi isə Bağzalı sədalarının altında bəyimizlə gəlinimiz salona daxil olur şadlıq evinə. Alqışlar! Ay vay 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 vay. Allah, mənə öldü. Bir iki həftə gəlim var.
uşaqları oynasın. Qayçını yaptın sandılar. Bu bizim Hey havası. Ay Allah. Ben sana diyeyim. Bey durup karşıda benzer terlama. Can, anan olsun. Bey durup karşıda benzer terlama. Can, ay cavan ki, can. Bey geline yaraşır gelin de ona. Maşallah. Her ikisiniz mezeksiz olma Azerbaycan'a. Dedim ay bey toyun mübarek olsun. Atanın ananın Atası yoktu. Atası. Kardeşi. atanın Kardeşi. kardeşinin ananın görüm gözleri aydınım. Geline bak geline. Ecel yanaşır beline. Ay geline bak geline. Ecel yanaşır beline. Ben geline çok yanaşır. Gelin de güzel geline. Geline çok yanaşır. Ben de güzel geline. Ay şunu attım sandığa cingil diye cingil diye. Yana yana yanıp sevdim ben seni. Yana yana yanıp seviyorum seni. Yana yana yanıp sevmişim seni. Ay Aki. Bəs benim mahnısı oxudum, o gedən mahnısı o bokada ya, ölüb gidib boku. Bunlarım ha. Yana yana jana jana. Üzüyan. Mana mana bəslə bəslə. Yaxşı deyirsən balam, oyun olsun balam. Yaxşı deyirəm Sen beni balam, bırakırsan. oyun olsun balam. Sənlə qalıram, beş olsun. Sənlə qalıram, ay balam, beş olsun. Heç olmazsa bir göz olsun. Heç olmazsa ay balam, bir göz Vazdalı, olsun. vazdalı, vazdalı. Ay balam. Ha, bu orada geldim var. Ben de- Ben sabır baktı balası. Dayanın. Ben isterdim ki müzik işlemse başlar bir yaxın olur. Bəyimizlə gəldiyimiz öz kürsüsünə getməzdən əvvəl mən istərdim ki, öz ürək sözlərimizi bildirək, təbii ki, bir bəy tərfi eləyək və bəy tərfi eləməzdən əvvəl mən istərdim ki, bəyimizin atası Atası ölü hadi demedim Cəhənnəmə atası. özünlərin geçsin atası. Atası öldü Bəyimizin değil. qardaşı öz ürək sözlərini bəyimizlə gəlib də bildir, qısa və konkret. Ben tebrik ederim. Kendiniz gün o gün olsun. İkiniz de bir yastıkta baş ağardasınız. Sağ ol. Allah mübarek eylesin. Sağ ol. Tebrik ederim. Ay, kar, bura gəl. Bir dəqiqə deyəm. Çillə, bir çillə. dəqiqə. Ha, bir dəqiqə sən də deyəm. Ha, bu deyir ki, gəlinin keçən il toyunu mən eləmişəm. Ey nələr? Ha, Millət belə danışma da getsin. üstünü vurma da, önce qız uşağı da bəlkə. Ha. Deyirəm ki, sən də təbrik elə bəyəmizdən gəlimizi. Deməli, Amma ya bu bax, səfər mən kar gidiyorum. biraz. Sən nümerə gələ bilirsən, biz nümerə gələ bilmirik. Mən nömrə Hə, elə hamıya nümerə gəlirsən, hə, qadan alaram səni. İndi mən də təbrik edirəm də. Yaxşı edirsən. Mübarək olsun, qoşa qarıyın. Bir yerdə Allah heç saçalardın, bir yerdə ölün, belə bir yerdə yaşayın, belə saçalardın, uşaq böyüdün. Allah mübarək eləsin. Sağ ol Faiq müəllim. Sağ ol Faiq Şüskün. Əla, ver ver, kar. İndi qoy mən gör nətər xeyir dua verəcəm. Bunu yola sal. O gəlinin bəyin qardaşı bunu tanıyır toyuna. Mənə qulaq as. Keçən il bu gəlinin toyunu bu tamadalığını eləyir. Bunu yola sal getsin. Sərxan. Şu mahfer qoy getsin. Sən gözlə, mən ürək... Məni döyəcəklər. 2 il bundan qabaq. Burada heç kim eşitmirsən, sakit dur. Ay gəlin, deyirəm ki, mən öz xeyir duamı verirəm.
Görün bir de bu gəlinlik libasını bu elini əynine geyinməyəsən. Görün bir de bu gəlinlik fatası başına takılmasın. Görün bu gəlinlik günü bir de əlinə alınmasın. Görüm seni bir de vağzalı sədaları altında şənlik evine daxil Toyda bir de olmayasan söz deyirlər. inşallah. İkinci axır. Razısan mı? Bey, hələ sənin bir dərə getmə fikrin var? Bəsdir də bir dəfə. Aqriyyətdə olur. Aman Mustafa, ay topal, ay yetim. Bir de görün beylik, dayan. Bir de görün beylik. Köyümüzü aparaq ay Özünüz bala. gəlin. Dayan, bir dəqiqə dayan. Deyirlər ki, danışığa çox yol verməyin. Mənə qulaq as. Atama od qoy. Bir de səni beylik kostyumu əynə geyinməyəsən. Ben görüm. Görün bir de seni beylik kürsüsündə əyləşməyəsən. Bir de görüm seni evlərin Ada, birəsində niyə beylik qarşı kürsüsündə edirsən? oturmayasan. Ay Sərxan. Özümüz görürüz. Hadi ay siz, toyunu. aman Ben bir ya. böyle pula danışmışam ki gelip şabi avr eləyəsən. Qarmış Ay tökəsən. qarğış köpək oğlu. Ay qarğa köpək oğlu. Ay 18.000 dollar mı atıbsınız? Ay indi bundan toy eləyirsiniz ki, mən sizin gəlin toyumuza xeyir dua vereyim. Ha? Yaxşı yerdə tutdum səni. Ay sənin belə 12-də gələcəyəm deyə dilin çürüsün. Görüm sənin o dilin ağzında doğram olsun. Görüm sənin ağzın əyilsin. Ada, və saat 12-də mənim pulumu gətirirdi. Deyirsən boğazım ağrır. Görüm sənin boğazın rahat olsun. Ada, deyirsən toya getmirəm. Toydasan İndi gedəcək toyu sən aparacaqsan. Sən canım büyün akşam toydan pulunu götür Hey. verərsən ya. Zaman ki başla. Qardaş, salın oxuyun. Tanım nə meşmiş? Eşq məhəbbətin düşüb canıma, qara göz yaşını sil qadan alır. Eşq məhəbbətin düşüb canıma, qara göz yaşını sil qadan alır. Yaşım 20'ni ağlayır keçir. Yaşım 20'ni ağlayır keçir. Gözləyə bilmirəm bil qadan alır. Özün dərdlərimi bil qadan alır. Ay nəsib düşdü bana, eşq olub da düşdü bana. Ay nəsib düşdü bana, eşq olub da düşdü bana. Məhəbbətin qüdrəti, bu sevginin qüdrəti. Mən də bilməmişdim ana, heç belə bilməmişdim ana. Düşdü bana, Eşq olub da ay mənə, məhəbbətin qasrodunu. Mən də bilməmişdim ana. Nesiydi düşdüm ana, eşq adına düşdüm ana. Yansın dilim ağzımda desem, nazını nazım. Sağ ol, sağ ol, sağ ol. Bu nesilde düştüm anam, eşk adına düştüm anam. Məhəbbətin qüdrətini mən belə bilməmişdim anam.
Yaxşı alqışlar, Hələ heç yerə dağılmırıq, çünki ən əsas məqam məncə irəlidədir. Mən indi səhnəyə nəinki bu zalda əyləşənlərin, hətta bütün Azərbaycanın çox sevdiyi bir xanımı dəvət etmək istəyirəm. Buyursun, Aygün xanım Kasımova. Çok sağ olun, hoş gördük hamınızı, əziz və hörmətli tamaşaçılar və televiziya tamaşaçıları. Ben bugün Serkan'ı ve onun dostlarını, güzel aktör ve aktrisalarımızı, bu sahnede çıkış eden aktrisalarımızı ve Adam Ol 3 filminde iştirak eden bütün yaratıcı heyeti ürəkdən təbrik edirəm. Qarşıda inşallah birazdan biz hamımız filmi seyredəcəyik. Mən elə gəlir ki, mən də sizin kimi baxmamışam hələ filmə, amma elə bilirəm ki, bu Serkan'ın növbəti uğurudur. Ve ona göre önceden ve sonra da ona uğurlar arzu edeyim. Çok sağ olun. Çok sağ olun. İndi isə ardıca Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi Bayatlar mahnısı gəlir. Mahnı biraz yenidir. Əgər sözlərində bir nəsə olsa, məni üzrlə hesab edin.
Aygün Kazımova, alqışlar. Çok sağ olun. Serkan, ben bayaq arzularımı söyledim. Çok sağ olun və mən inanıram ki, sənin hələ bütün uğurların qarşıdadır. Çünki doğrudan da sən işıq sürəti ilə demirəm, işıq sürəti ilə getsə çox tezdir bu sürət. Sonra hələ çox gəncsən, hər şey qarşıdadır. Çox gözəl surətlə sənin yaradıcılığın inkişaf edir. Və hər zaman sənin yanında, hər zaman sənin ətrafında və hər zaman sənin proyektlərində bizim gözəl aktrisalarımız, gözəl aktyorlarımız, əməkdar xalq artistlərimiz çıxış edir. Sən Allah, bir dənə buna baxın, əziz tamaşaçılar, zəhmət olmasın. Allah sən. Fanatı diye, uşaq olmağına bak, uşaq da ağzının adını bilirik ki, kimin fanatı olmaq lazım. Daha doğrusu zövqünü bilir. Daha doğrusu. Sağ ol, uğurlar sənə, birdən. Ay can, alqışlarınız gəlsin bir daha Aygün Kazımova üçün. Aygün xanım, siz həqiqi mənada, yəni bütün alqışlara, bütün yəni gül çiçək, nə varsa, yəni Rus demişkən zaslujivaysiz. Və indi səslərdim ki, tamaşaçılarımızın nəzərinə bir şey çatdırım. Ona görə zaslujunluyam da. Və ona görə zaslujivsiz. Allah qoysa inşallah hələ narodun olacaqsınız. Və indi səslərdim ki, Mehriban xanım, Aygün xanım səhnəni tərk eləməsin. Bir nəfər gəlsin, xahiş edən Mahmud, kömək eləsin Aygün xanıma. Gülləri götürsün Aygün xanıma. Ona görə ki, Aygün xanıma, Rahid, ölür ey gül çiçək deyin. Ölür, maşallah. Sərxan, mən Aygün xanımın nəzərinə çatdırmaq istəyirəm ki, sizin üçün böyük bir sürpriz artıq var. Çox gözəl güllərdir, gül dəstələridir, çox gözəl bir kartinadır. Çox sağ olun, Aygündür. Elə bil mənim gecəmdir, Sərxan. Aygün. Sənin dostluğun, daha doğrusu mənim dostumun gecəsidir, ona görə də hamı da bilir ki... Ya mənim gecəm, ya sizin gecəniz. Biri sizin görə, həm də sizin gecənizdir. Ona görə ki, mən hal-hazırda indi səslərdim ki, bilmirəm, xoşunuza gəldi, ya gəlmədi. Mən reallıq olan bir şeyi oynadıq, yəni öz əməkdaşlarımızla birgə. Faiq Qasımovun rejissorluğu ilə qurulmuşdu bu Adam ol 3. Mən bütün iştirakçıları sizin alqışlarınızın sədaları altında səhnəyə dəvət eləmək istəyirəm ilk öncə. Buyursunlar bizim gözəl aktrisalarımız, aktyorlarımız. Və gözəl bir sürprizimiz var Aygün xanım. Moskvadan Azərbaycan diasporasının bir nümayəndəsi və eyni zamanda son bir ildə Azərbaycan Estrada Teatrının, Nəsibə Zeynalova adına Azərbaycan Estrada Teatrının sponsorluq edən bir insan, Arif müəllim bu günləri Moskvada məhz gəlib onun üçün ki, bilirsiniz, ilk öncə Moskvada, Rusiyanın paytaxtı Moskva şəhərində, Rusiya konsert zalında hər biriniz çox gözəl bilirsiniz ki, bizim Respublikanın hal-hazırda xalq artisti Brilliant Dadaşova solo konsert vermişdi. Yəni bunun səs sorağı bütün ölkələrə yayılmışdı. Və sonuncu dəfə, yəni Aygün xanımdan sonra mən hələ konsert verməmişəm Moskvada, Kremldə ilk dəfə Azərbaycan mahnısını, Azərbaycan musiqisini yaşadan Aygün xanım Kazımova olub. İnanın mənə, Azərbaycanlılar var ki, Kremldə girib həmin zalda əyləşəndə gözlərindən yaş gəlirdi. Bu, o sevinç yaşıydı. Ona görə ki, ilk dəfə Azərbaycan musiqisini Aygün xanım Kazımova məhz Kreml səhnəsində, bütün dünya ulduzlarının çıxış etdiyi səhnədə Azərbaycan musiqisinin mədəniyyətini təbliğ edir Aygün xanım. Mən öpürəm Aygün xanımı. Və ona görə belə qərara gəlinib ki, Azərbaycan diasporası tərəfindən və eyni zamanda orada yaşayan Azərbaycanlılar tərəfindən, tamaşaçılar tərəfindən Nəsibə Zeynalova adına Azərbaycan Teatrının 6-cı il dönümü münasibəti ilə «За вклад и развитие азербайджанского искусства в России» kubuk bir dənə olur. Bu kubuku Müslüm Maqamayev, Zeynəb Xanlarova, İlqar Məmmədov və eyni zamanda Duruc Bəy Radiostansiyasının rəhbəri Fuad Qadciyev almışdı. Və 6-cı dəfə Aygün Kazımovaya təqdim olunur. Arif müəllimi səhnəyə dəvət eləmək istəyirəm. Həmin kubuku Aygün xanıma təqdim eləmək üçün. Çox sağ olun. Bu anonsda bundan söhbət gelirdi, hə? Reklamlarda Sərxan. Bir fanfarlı musiqi gəlsin Aygün xanımın şərəfinə. Teşekkür ederim. Çok sağ olun. Alkışları eşit. Ne güzeldi. Aynen güzeldi. Ben bir daha Cavaşir Estrada grubuna, Faik müəllimə, bu günlər burada iştirak edən hər bir insana öz təşəkkürümü bildirirəm.
olun. Öpürəm sizi. Öpürəm.